Bismillahirrahmanirrahim. Hər bir kəs Quran-ı Kərim oxuyarkən üç məsələyə diqqət yetirməlidir. Çox önəmlidir. Birinci məsələ, Quran-ı Kərim oxuyarkən hərflərin məxrəcini düzgün bir şəkildə tələffüz etməlidir. Yəni, hər bir hərfin öz məxrəci var. Məxrəc, yəni çıxış yeri. B hərfini mim hərfi ilə qarışdırmamalıdır. Hətta Hətta imamlardan belə eşidirik Elhamdülillahi Rabbil Alemin. Rambi. B hərfi ilə mim hərfinin məxrəci bir-birinə yaxın olduqları üçün bəzən B hərfinin yerinə mim eşidirik və bu düzgün deyil. Həmçinin pəltəy fəni yerinə sin bəzən eşidirik. Həmçinin tanı yerinə tə eşidirik. Əl-mustaqim, əl-mustaqim eşidirik. Və çoxlu səhvlər, əlhəmdu yerinə əlhəmdu. Və bunlar bəzən məna dəyişiklikləri verə bilir. Diqqətli olmaq lazımdır. Hər bir hərfi, 28 hərf var. Hər bir hərfi oturub, məxrəcini oxuyub, video dərslərə baxıb, məşq etmək lazımdır. 1. Hərflərin məxrəci. 2. Hərflərin hərəkəsinə diqqət etmək lazımdır. Fəthəni, kəsrəni, dammanı düzgün tələffüz etmək lazımdır. Əgər düzgün tələffüz etməsək, ərəb dilində Quran-ı Kərim oxuduqda məna dəyişə bilər. Əlhəmdu demək lazımdır. Əlhəmdi deyil. Rabbi demək lazımdır. Rabbul aləmin deyil. Yəni, hərəkələri düzgün bir şəkildə ifadə etmədikdə də adlıq halın yerinə yəli halı deyirik. Yəli halın yerinə adlıq hal deyirik. Və burada da məna tamamlanmır və düzgün Quran-ı Kərim oxunuşu olmur. Deməli, birinci məxrəclər, ikinci hərəkələr və üçüncü təşdidlərə fikir vermək lazımdır. Harda Quran-ı Kərimdə təşdid varsa, məsələn, Rabbi, iki dənə bədir. Təşdid nə deməkdir? Birinci hərfin sükunlu, ikinci hərfin hərəkəli gəlməsidir. Və təşdidlərə diqqət yetirmək lazımdır ki, məna düzgün ifadə olunsun. Kimsə desə, Elhamdülillahi Rabbil Alemin, düzgün deyil. Rabbil Alemin demək lazımdır. Diqqətli olaq. Hərflərin məxrəci, həmçin hərəkələr və üçüncü təşdid. Və qeyd edim ki, təşdidin ziddi təshildir. Və təşdid əgər yerində olmasa, bu zaman təshil olur və təshildə də məna tamamlanmır.